Bəzi xanımlar var ki, onlar gül hədiyyə almağı sevmirlər. Deyirlər ki, nəyə gül almısan? Ondan sonra 2 kilo ət alardın. Siz hansı tərəfdəsiz? Mən neytral tərəfdəyəm. Hər ikisinə də tərəfəm, heç birinə də tərəf deyiləm. Amma nə yalan deyim, gülləri çox sevirəm. Gül buketi hədiyyə almağı dəhşətli dərəcədə çox sevsəm də, yenə də bu gülləri vazoya qoyub evdə solduranda açığı biraz heyfim gəlir. Maksimalist tərəfində deyir ki, əşi boş ver. Ümumiyyətcə minimal yaşamla maksimal yaşam arasında davamlı gedib gəlirəm. Ümumən biz xanımlar olaraq biraz doyumsuz məxluqlarıq. Çox vaxt da nə istədiyimizi bilmirik. Bəzən də bir şey o qədər çox istəyirik ki, ondan başqa gözümüz heç nəyi görmür. Nəysə, fəlsəfəni bir kənara qoyaq, mən gedirəm şəhərə. Bakının küçələrini tək və tənha şəkildə gəzməyə başlayıram. Malakan bağı ətrafında turuluyuram. Ürəyim default bir kitabı oxumaq istədi, ona görə Bakı Book Center-ı tuturam. Buranın atmosferi həqiqətən möhtəşəmdir. Heç getməmisinizsə, mütləq bir dəfə də olsa getməlisiniz. Qalxırıq yuxarı özümüzə kitab seçməyə. Bu iki seçim arasında qaldım. Dedim ki, yox, mən bu Dədə Qorqud dastanını axır ki başlamalıyam oxumaq. Bayaq gördüyünüz cümlə isə kişilərin ən çox dediyi yalandır. 90-cı səhifəyə qədər oxuya bildim. Sonra kitabı yarım qoydum. Yəni də bir dəfəyə də Dədə Qorqud dastanını oxumaq olmaz ki. Gəzə-gəzə 128-ə tərəf gedirəm. Yaxşı ki, o vaxtı Azini seçmişdim. Tələbəlik illərim də oradan çox xoş keçibdi. Memar Əcəmiyə getdim, bir də gördüm ki, nə olub? Dolu başlayıb, yağış başlayıb, sel başlayıb. Metrodan çıxmadan kör-köranə evimə qayıtdım. Bu ananaslı marojna isə heç xoşuma gəlmədi. Sağ olun.